Sıradakı sujetimiz işinin peşəkarı olan saatsaz Yusif haqqındadır. Dəyərli izləyicilərimiz, mənim qolumda gördüyünüz bu saatın da təmiri, məhz düzəlməsi, hazırlanması Yusifə aiddir. Bu arada ona təşəkkürümüzü bildiririk. Əgər siz də işinin peşəkarı olan saatsaza müraciət etmək istəyirsinizsə, Nizami küçəsi 91 ünvanında yerləşən Yusif saatsaza müraciət edə bilərsiniz. Daha ətraflı gəlin sujetimizi izləyək. Salam əziz və dəyərli, hörmətli Star Magazin izləyiciləri. Biz bugün Nizami küçəsi 91 ünvanında yerləşən ölkənin nömrə 1 saatsazı olan Yusifin yanındayıq. Xoş gördük Yusif qardaşım. Necəsən? Xoş gördük sizi də. Yaxşıyam. Siz necəsiz? Çox sağ olun. Xoş gəlmisiniz. Yusif bəy, bilirsiniz ki, bu ilin saat modelləri fərqli olur və bu ilin saat modelləri, dəbə hansı saatlardır? Bu haqda istəyirəm ki, danışasınız. Elə bu ilin dəbə siz işlətdiyiniz smart saatlardır. Bax, o saatlar ən dəbdə olan bu saatlardır bu dəqiqə. Bunlarda telefon da var, zəng də var, bildiriş də var. Ən dəbli saatlar bunlardır. Aha. Və bildiyimizə görə siz bizim üçün bunların belə deyim də kəmərlərini dəyişirsiniz. Bəli, bax, bu kəmərləri sizin üçün qoyacağam. Qəşəng də görsənəcək üstündə. Yəni bu saatlarla bu kəmərlər gedirlər deyirsiniz. Gedir, niyə getmir ki? Əsas zövqə uyğun gələrsə, özü şür korpusa parlaqlığı var, qəşəng görsənəcək üstündə. Bəli. Dəyişərik. Və gündəlik ümumiyyətlə istifadə üçün bu saatlar yararlıdırmı, yoxsa qolunuzdakı saatlar yararlıdır? Gündəlik istifadə üçün qolumuzdakı yararlıdır. Bunlar dözümlü saatdır, daha çox dözümlüdür. Ümumiyyətlə Yusif bəy, belə deyim də, bu neçədir bu sahədəsiz? Neçədir bu saatsazlıqla məşğulsuz? 18 ildə artıq mən bu işin içindəyəm. Ümumiyyətlə Azərbaycanın məşhur simalarından kimlərsə sizdən saatlar sifariş veribmi? Məsəl üçün Rafael İskəndərov var, gözəl aktyorumuz. O mənim yanıma gəlir pasiyan, yəni mən saatları mən düzəldirəm. Daim mənim yanıma gəlir. Ramil Nabran tez-tez gəlir. Yəni var bir neçəsi var, yadımda olanlar bunlar. Onlara məsələn hansı tip saatlar hazırlayırsınız? Sıfırdan hazırlayırsınız yoxsa təmirə gəlir? Xeyr, təmirə gəlir olan saatları. Aha. Və sıfırdan özünüzün əl işiniz olan saatlar ən çox hansı saatlardır? Siz necədir? Mən ola bilsin nəsə maraqlı bir iş düzəldirəm, dominodan, tərsinə saat, işıqlı saat. Məsələn, burada tərsinə bir saat düzəltmişəm, tərsinə işləyib, belə işlər özüm üçün marağa görürəm. Yəni məsələn evdə var. Evdə var, bu da əl işidir, hə, bu da əl işidir. Məsələn, burada bu rəqəmləri dəyişmişəm, 3-lə 9 dəyişmişəm. Bu tərəfə baxırsan, bilirsən vaxtı da, yəni tərsinə baxırsan, bu da mənim işim. Yəni belə maraqlı işlər görürəm. Amma belə sırf icad elədiyim saat yoxdur. Sadəcə belə maraqçı nəsə düzəldirəm də elə belə. Bəs yaxşı, saatların orijinallığı ilə belə deyim, pad orijinallığı nədən seçilir? Seçmək olur. Orijinallığı ən birinci onun rəngindən şəffaf olur rəngi. İkinci onun kodları olur da, koddan baxırsan ki, bu həqiqətən orijinaldır. Özü ən orijinal saatlar İsveçrənin saatlarıdır. Ən birinci onlardır. Siz orijinal saatlar hazırlayırsınız ümumiyyətlə? Belə təmirini eləyirəm. Bəs təxminən neçə belə deyim də civarında olur məbləği? Nə bilim, cürbəcürdür. Məsəl üçün belə deyim də, ola bilər ki, orijinal saat 1000 manatdan da başlasın, getsə 200 min, 300 minə qədər cürbəcür saat 50 minə, 40 minə, o qədər qiymətləri var ki. Ən çox sizə orijinal saatlar sifariş olunur, yoxsa? Yox, orijinal saat deyimizsə ki, çox gəlmir. Gəlir, ayda bir dənə, 2 dənə gəlsə 2 tay saatlar bu dəqiqə daha çoxdur. O da cəmiyyətə yəqin cibinə uyğundur da. Ümumiyyətlə, belə deyim, buradan Star Magazin izləyicilərə, müştərilər nə demək istəyirsiniz? Bax, niyə Yusif Saatsazın yanına gəlməlidirlər? Onları bura gəldikdə nələr gözləyir? Onları bura gəldikdə yəqin ki, keyfiyyətli iş gözləyər. Bir də ki, biz dəqiq işləyən adamlar. Məsələn, mən dedim saat 3 günə hazır, 3 günə gəlib götürəcək. Yəni, ay sabah gəl, bir gün gəl, belə söhbət yox. Dediyim vaxtda saat təhvil verirəm müştəriyə. Məsələn, dediniz ki, əl işləri də hazırlayırsınız saatlardan. Məsələn, ən böyük əl işiniz necə bir əl işi ola bilər və yaxud da ki, saatlar gedir təbii ki, söhbət. Yəni, ölçüsü nə boyda ola bilər, məsələn? Nə bilim, fərqi yoxdur, böyük də ola bilər. Neçə gün ərzində hazırlayırsınız? Məsələn, olubmu ki, belə bir sifariş gəlsin sizə, bir ay vaxtınızı alsın? Deyib ayaqlarında efirdən kənar danışdıq. Mən məsələn, bunun yolunu tapmağa qədər mən bir ay əlləşmişəm, onun üstə tərsinə yığmağa. Ancaq indi mən 5 dəqiqə eləyərəm. Yolunu bilməyən axtarırım, amma necə yığım. Ən bahalı saatınız, əl işiniz olduğu saat neçə olub? Hardasa düzəltmişəm 250 minlik saat bir dəfə. 250? 250 minlik saat. 250 bir dəfə gəlib elə bir saat. Xırda iş idi, amma gəlib də yanıma. Belə olub, belə başqa saatlar çox olub.
Bəli, dəyərli izləyicilərimiz, biz də ölkənin nömrə 1 saatsazı olan Yusifin yanına ona görə gəlmişik ki, biz saatları çox sevirik. Bilirsiniz ki, biz aparıcılar televiziyada əsas rol oynayan bizim üçün saatdır. Çünki saata baxmadan işimiz getmir. Nahid və mənim saatımı bu günlərim Yusif bəyin yanına gətirmişik və onların kəmərlərini dəyişəcək. Siz də öz işinizi peşəkarlara həvalə edin, bizim kimi razı qalın. Bu günləri gözəl aparıcılarımız Rəvan Zeynalov və Nahid bəyin saatlarını düzəldəcək, onlara remen qoyacağıq.